Zəli həyat, zəli qoyduran adamlar 6 ay tromb əmələ gəlmir, infarkt olmur, insult olmur, təhlükəsiz həyat yaşayırlar. Çünki bugün insanlarımızın böyük bir qismi qanın laxtalanmasından narahatdırlar. Trombun əmələ gəlməsində qan laxtalanmasının tezləşməsi mühüm rol oynayır. Son zamanlar gələn xəstələrimizdə xeyli təəccüblənirəm. Yəni, vaxtından çox tez laxtalanır. 3 dəqiqəyə, normal 5-10 arasıdır, 3 dəqiqəyə laxtalanır. Orada hər an trombun əmələ gəlməsi, infarktın əmələ gəlməsi üçün şərait var. Bu baxımdan da zəli ilə müalicə möhtəşəmdir. Zəli eyni zamanda o dediyimiz kimi qan təzyiqi düşməyən adamlar deyir, neçə tabletka içirəm, qaydaya sala bilmirəm. Orada zəli qoyulan kimi orada qan təzyiqi yerinə düşür, təhlükəsiz olur, normallaşır. Ondan başqa varikoz damar xəstəliklərində, babasel xəstəliyində, qan təzyiqi xəstəliyində, eyni zamanda migren xəstəliyində dediyim, zob xəstəliyində, podaqra xəstəliyində çox gözəl effekt verir. Xüsusilə dəri xəstəliklərində, üzdə olan səpkilərdə, ləkələrdə, üz dərisini gözəlləşdirmək üçün zəli müalicəsi çox gözəl effekt verir. Ancaq o şərtlə ki, öz başına zəli qoymaq, yaxud da ki, qonşumuzda tibb bacısı var, ya həkim var, o zəli qoydu, olmaz. Mütəxəssis, o sahənin mütəxəssisi olmalıdır. Gedir, mənşəyi məlum olmayan yerdən zəli alır, gətirir. Sonra da peşman olur ki, doktor, mən neynədim? Və yaxud da ki, mənə zəng edirlər, doktor, mənim şəkərim var, zəli qoya bilərəmmi? Deyirəm, bilmirəm. Deyir, niyə? Deyirəm, çünki müayinə eləməmişəm. Bəlkə qoymaq olar, bəlkə qoymaq olmaz. O deməkdir ki, yəni, orada qanın göstəriciləri var. Və hara qoyacaqsan? Sən aparıb ayağına, şəkər xəstəsinin ayağına zəli qoyacaqsan, təbii ki, onun ayağı amputasiya olacaq, kəsiləcək. Parmağı kəsiləcək. Yəni, elə olmaz. Biraz məsuliyyətli yanaşmaq lazımdır. Birinci növbədə xəstənin özü məsuliyyətli olmalıdır. Yəni, mən dəhşətə gəlirəm. Mən sosial şəbəkə ilə özünü müalicə edən adamlar görürəm. Ağırlaşmasını gəlirlər, müraciət ilə, doktor, səhv elədim. Səhv elədim, sonraki peşmançılıq fayda vermir. Sən artıq orqanizmdə sağalmaz yara əmələ gətirirsən və yaxud da ki, digər ağırlaşmalara əməl gəlir. Ağlayır, zəngili, mən qanı kəsə bilmirəm. Sən qanın bir yoxlatdın mı laxtalanmasını? Qanın faizini yoxlatdın mı? Heç zəli qoymaq olmaz və yaxud da qansız zəli qoymaq lazımdır. Yeri gəlmiş elə qansız zəli